Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün anam, mən və qızım Binə Ticarət Mərkəzinə payız alışverişinə getdik. Nələr aldıq, baxaq. Xoşuna gəldi? Həmişə olduğu kimi alışverişə Mədinənin istəyini yerinə yetirməklə başladıq, yoxsa motivasiyası olmazdı. Salam əleykum. Mən şey istəyirəm, yağışlıq var, sizdə uşağa geyindirirlər başdan əl. Onlar çırpasın kanama. Gözlə özü seçsin. Həm bizə yaxın olması, həm də bol çeşidə görə mən böyük bazarlıqlarda, mövsümi bazarlıqlarda Binəyə üz tuturam. Burada istədiyim hər şeyi ucuz qiymətə tapa bilirəm. Bazarlığa başlamamışdan əvvəl qızım özünə dovşan qulaqlıqları aldı, buradansa anam özünə çətir aldı. Hələ ki, əsas şeyləri almamışıq. Bu aralar Stitch fanatı olmuşuq, ona görə içimiz dışımız Stitch olub. Nəhayət spesifikdə olanlardan bir dənə kurtka aldıq ona. Biraz payızın axırlarına uyğun sezonda geyinməlidir. Yəni nə çox qalın deyil, nə çox nazik deyil. Çox xoşuma gəldi materialı, qiyməti isə 50 manat idi. Həmin yerdən başqa şeylər də aldıq, paltarlar, amma hamısını bir-bir çəkməyə vaxt olmadı. Buradan isə özümə 3 ədəd kəmər aldım. Evə gedəndə onsuz da hamısını bir-bir sizə göstərəcəm. İzləmədə qalın. Günorta saat 1-dir və acmışıq. Elə oradakı kafelərdən birində oturub yemək yedik. O nədir? Burada nişanlıysa. Bakın. Baba. Mədiş yedi, içdi, indi də yorulub. Yatmağa yer axtarır. Ha, Mədiş? Yorulmusan? Amma bəzi şeylər qalıb, onları da Mədişsiz ala bilməyəcəm. Çünki razmerini bilmirəm, tutuzura bilmirəm. Alıram ya böyük olur, ya balaca olur, ya da bəyənmir. Bəyənməyəndə də geyinmir. Gülür indi. Həqiqətən də bəyənmədiyi şeyi geyinmir. Spesifikdə yazdıqlarımın hamısını aldıq, artıq evə qaydırıq. Bilənlər bilir, uşaqla alışverişə çıxmaq çox çətindir, çünki yorulurlar və narahatçılıq yaradırlar. Amma şükür Allaha, pis keçmədi, indi də yatıb maşında. Hello. Bakın indi ben Stitch'ime. Bende indi Stitch var. Şimdi bakın. Bana aldı ana. Gözüm yavaş. Açış. İyi oynan. Siz beni görmüşsünüz, onda verelim. Gəl baxaq, sonra nə var orada? Gözüm yavaş. Açış. Şap. Şimdi anano seçin. Sonra nələr var burada? Gəl baxaq. Belə bir don. Buna 15 manata pul vermişəm. Daha sonra belə bir dəst. Bu və bunun yubqası o biri tərəfdədir. Bunun yubqası isə budur. Bu 20 manataydı bu dəst. Baxın. Belə bir dəst. Hala göstərin. Belə tigrovi qəşəng paltar. Materialı çox qalındır. Qalın, yəni belə qəşəng şux durur. Əzilən material deyil, özünüz bildiniz. Bu da onun koftasıdır. Belədir. Bir qolu açıq. Ana. Bunu boğaza keçirirsən. Ana. Mədinə, o əlindən məni bir tər elədirsən. Sonra qızlar, baxın, cins tulum. Bu qara tigrov dəstinin qiyməti 25 manat idi. Baxın, bu tulum.
İndi qızım yorulub, bunları əslində hamısını geyinib baxmışdı. Prosta indi yorulub, onları təzəm uşağa geyindirib soyundurmaq çətindir. Beli buradan belə büzməlidir. Belə belini sıxırsız, tam oturur. Materialı qalın cins deyil, qəşəng materialdır, yumşaq materialdır. Bunun qiyməti cəmi cümlətanı 13 manat idi. Sonra yenə paltar. Baxın. Daşı mən görsənmirəm ana. Sən onda orada otur. Baxın bu paltara. Bax Mədiş necədir? Pis. Pisdir. Yaxşıdır. Kəşdim. 13 manat. Kəşdim. Yaxşı. Sonra belə triko materialında qolları qaşdı-daşdı, qəşəng parıldayır. Bilməm videodan düşür yoxsa yox. Eləmə qızım. Rişət eləmə. Belə kofta. Bunun ağ rəngini də götürmüşəm. Amma ağ rəngi qaşsızdır. Belə prosta naxışları var. Bu da çox gözəldir. Sonra daha sonra nələr var? Bunu setdən birini bitirdim. Hə, bax bunları sizə göstərmək istəyirəm. Bu 2 dənə belə ağ görsənlər nədir sizcə? Bu nədir Mədinə? Bilmirəm. Baxın nə gözəldir. Bunlar yaylıq. Pisdir, yoxsa yaxşıdır? Ağ tül yaylıq. Ay ana, pisdir, yoxsa yaxşıdır? Yox, qəşəngdir. Üstündə belə qaşlı işləmələr var. Au. Bunları nənələrim üçün almışam. Üzümüzə gələn ay ikisinin də ad günüdür. Birinin soruşanda heç vaxt demirlər yaşlarını. Birinin 78 yaşı var, birinin isə 80 yaşı var. Bu şalları onlara ad günlərində hədiyyə eləyəcəm. Yenə. Sonra burada nə var baxaq? Bax gör bunlar nədir? Kitablar. Yox, bu kitab deyil. Bunlar kalqotkalardır. Bakın. Göstər onlara. Hansı kalqotkalar var? Yox, daha kim onlar baxsınlar. Yaxşı, gül risunkalı. Açma, heyif düzürlər. Bu isə adidir, risunkasız. Eləmə elə, qızım, videoda hamısı düşür. Baxaq burada nə var? Bu kalqotkaların birini 4 manata verdilər. Bu yaylıqlar isə biri 10 manata. Burada tək kofta var. Bunu 20 manata aldım. Qəşəngdir. Burada 7 yazılıb düzdür. Amma ki, mənim qızımın 5 yaşı dekabrda olacaq. Onun əyninə tanıydı. Baxın. Sonra gəldi indi dəstlər bağçada geyinmək üçün. Əynində olan dəsti də bağçada geyinmək üçün almışam. Bir dənə qalxa bilərsən, baxsınlar nə geyinmisən sən. Qalx da. Oy. Qızım tam bir Stitch fanatıdır. Stitch sevir. Ona görə Stitch. Ya burada dayansan görərlər səni. Mədiş gəl bura. Stitch sevir, ona görə Stitch dəst almışam. Bu dəstin qiyməti 16 manat idi, səhv eləmirəmsə. Bunlar hamısı eyni yerdən idi, qiymətləri eyni idi. Dəstlər 15 ya 16 manat idi, bax bu civarda. Sonra belə güllü dəst. Bu da onun şalvarı. Daha sonra belə kromi dəst almışıq. Baxın, kromiyə. Necədir Mədiş, sən sevirsən kromi? Kromi dəst. Bu da onun şalvarı. Şalvarlar qəşəng qalındır. Yəni içi tüklü deyil, amma qalındır. Havalar artıq soyuyub. Uzun qolla uşağı bağçaya göndərəndə soyuq olur. Düzdür, qışda bağçada kombiləri yanır, amma hələ ki soyuqdur bağça. Bu, bir dəqiqə qızım, məsələn mənə mane olursa mən göstərə bilmirəm. Alın. Yox, tamam, özüm oradan zabırat edirəm. Bu üstdən geyinməyə dəstir. Bunun dəst yox daha doğrusu, bu üstdən geyinməyə. Yaş, onu görürəm burada. İçi biraz belə tüklüdür, yəni qalın saxlayır. Tək koftadır, 10 manata. Dəstlər isə 16 manataydı. Bunu qızım anama aldırıb, sevir yelpiyi. Buyur xanım. Majester elə. Sonra nə almışıq? Bunu göstərmədim, bunu göstərək. Minnie Mouse. Yox, bu Minnie Mouse'dur. Mickey Mouse'un padruqası. Bu koftasıdır. Bu da finkasıdır. Pikachu? Bu da 16 manataydı. Çox gözəldir, qalın dəstərdir.
Sonra evdə geyinməyə belə koftalar aldım. Bunlar biraz nazikdir çünki bizim ev isti olur. Belə uzun qol, güllü dəstəkli. Bunların 3 rəngi vardı. Üçünü də götürdüm. Sonra belə rəngi var. Ana, mən sənə verirəm bu qaqotqaları. Yaxşı, qayaraq. Daha sonra belə dəsti var. Belə rəngi var daha doğrusu. Nəsə dəst dilimdən düşmüş. Sonra nə aldıq? Baxın. Belə şal var, cins şal var. Nə gözəldir qızım. Bax, bunu qızım özü seçib. Bu arada paltarları özü geyinib seçməsə almır. Belə bir xüsusiyyəti var. Xanım, olar siz o barmağı yığışdırasınız? Bu da çox gözəldir, baxın. Qəşəng cinsdir, qalındır. Qalın deyəndə yəni belə orta, tam içi qalın deyil, içi tüklü deyil, belə normaldır. Bunun qara rəngi də var idi. Şalvarın qiyməti 18 manat idi. Amma bu güllü koftalar isə 10 manat idi biri. Gözlə. Bunu bu sadalazlıqların hamısını Tintin Kids'dən aldım, dəstləri. Amma aşağıdakı yubqaları başqa bir mağazadan aldım. Təəssüf ki, oranın adı yadımda qalmadı. Nə də vizitkasını götürmədim. Sonra nələr almışıq? Ha, bunu sizə göstərəcəm. Baxın kurtkaya, kurtkanın gözəlliyinə. Kaş bunun materialını siz videodan görə biləydiniz. Çox gözəl, möhtəşəm kurtkadır. Materialı parıltılıdır. İçində belə yazıları var. Bax, A hərfi var sənin atan adı. Arxasında belə Emporio Armani yazı. Bunu 50 manata aldım. Nə tam qalın deyil, nə də tam nazik deyil. Hardasa oktyabrın axırları, noyabrda geyinmək olar. Çox gözəl kurtkadır. Mən çox bəyəndim. Sonra baxın qızlar, bunu özümə aldım bu koftanı. Qiyməti 20 manat idi. Bu belə dar qalır əyində. Materialı da biraz qalındı. Gözəl koftadır, mən bəyəndim. İnşallah əynimə giyinəndə sizə göstərəcəm. Belə bir kofta aldım. Bu boş modeldir. Yaxından göstərim sizə. Bunu 25 manata aldım. Və belə ağ rəngdə aldım. Bu da 25'ə. Çox gözəl idi. Və nəhayət bunu Mədinə bizə göstərsin. Bunun içində nə var? Mədinə oradan görsənirsən. Gəl aç göstər bunun içində nə var. İçindəkini Mədinə göstərsin. Niyə? Otur göstər də bunun içində nə var. Gəl açaq. Göstər. Göstər də. Baxın. Bu da papaq. Bu papaqla bu papaqla onun o dovşan qulaqlıqları ki var videonun əvvəlində göstərmişdim. İkisinə bir yerdə 10 manat pul verdim. Sonra nəsə qaldı görəsən? Yox. Bizim bugünkü alışverişimiz bu qədər. Sizcə biz bütün bu paltarlara, alışverişə nə qədər pul xərcləmişik? Dəy bölməsində fikirlərinizi yazın. Sağ olun, Meriç.